Salam olsun bizi izleyen değerli izleyicilerimize. Bugün söz verdiğimiz gibi 12 aprel Kərbəla Məşəd zamanlarımızı yola salırıq Kərbəla Məşəd ziyarəti. Ekrana biraz yaxın əyləşin, sizə ümumən Kərbəla ziyarətini və Məşəd ziyarətini inşallah təqdim edəcəyik. Allah qəbul etsin. Eşq səfəri, Kərbəla. Bu yol adi yol deyil. Bu yol qanın nurla yazdığı səfərdir. Adı Kərbəla, lakin mənası eşqin zirvəsi, səcdənin son mənzilidir. İmam Hüseyin əleyhissalam bu yola çıxanda dünya bir anda susdu. Çünki bu məhəbbətin, mərdliyin və Allaha sonsuz təslimin yoludur. O can verdi, lakin ruhu milyonlarla qəlbdə yaşadı. Zeynəbin gözü ilə, Əbəlfəzlin əli ilə, Əli Əkbərin ürəyi ilə, Əli Əsxərin səsi ilə yazıldı Kərbəla. Bu bir ailənin fədakarlığı deyil, bu haqqın eşqlə ucaldığı bir səfərdir. Kərbəla qəlbi dağlayan, amma ruhu dirildən bir məqamdır. Orada göz yaşları zəifliyi deyil, səzdəyə çevrilən sevgidir. İmam Hüseynin qəbrinin önündə dil susur, eşq danışır. Orada səssizcə baxırsan, amma ruhun fəryad edir. Ya Hüseyn, mən gecikdim, amma gəldim. Və biz də bu eşqin qarşılığında səfərə başladıq. Kərbəla Məşhəd səfərinə. Allah cəmi arzusunda olanlara nəsib eləsin. Kərbəla Məşhəd zəvvarlarımızla bahəm yetişdik Nəcəfdə otelimizə. Nəcəf şəhəri Həzrəti Əmir əl-Müminin Əli ibn Əbi Talib əleyhissalamın dəfn olduğu şəhərdir və zəvvarlarımızla bahəm hərəmə ən yaxın oteldə yerləşəndən sonra gedirik Həzrəti Əli əleyhissalamın mübarək qəbrinin ziyarətinə.